xanımlar, hörmətli bəylər, İctimai Palatanın bugünkü sesiyasını açıq elan edirəm və xahiş edirəm Azərbaycanın dövlətliyi ilə sesiyamızı başlayaq. Azərbaycan, Azərbaycan, ey qəhrəman övladın, şanlı vətənim, səndən ötürü can verməyə cümlə hazırız, səndən ötürü qan tökməyə cümlə qadiriz, üç rəngli bayrağınla məsud yaşa. Üç rəngli bayrağınla məsud yaşa. Minlərlə can qurban oldu, sinən hərbə meydan oldu, hüququndan keçən əskər hələ bir qəhrəman oldu. Sən olasan Gülüstan, sənə hər an can qurban, sənə min bir məhəbbət, sinəmdə tutmuş məkan, namusunu hiss etməyə, bayrağını yüksəltməyə, namusunu hiss etməyə, cümlə gənclər müştardır. Şanlı vətən, şanlı vətən, Azərbaycan, 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 Azərbaycan. Təşəkkür edirəm. Nəzərinizə Koordinasiya Şurası tərəfindən bugünkü sesiyamızın gündəlinə təqdim olunan gündəlik layihəsini təqdim edirəm. 1. Təşkilatı məsələ, üzvlüyə qəbul. 2. Dönəm sədrinin məlumatı. 3. İctimai siyasi vəziyyət. 4. Cari məsələlər. Kimin əlavəsi, təklifi var? Buyurun, Səvət Bey. Əlavələr təşkil edirəm. Gündəliklə bağlıdır. Gündəliklə bağlıdır. Gündəliklə bağlıdır. Bilirsiniz ki, hamı bilir ki, İctimai Palatanın üzərinə düşən vəzifə nədir? Biz istəyirik ki, Azərbaycan yeni bir xəttə çıxarıq. Azərbaycan yeni bir xəttə çıxması üçün, daha doğrusu əsl dövlət olması üçün İctimai Palata mübarizə aparır. Ona görə də mən bu İctimai Palatada çoxdan varam da, nələr müzakirə olduğunu yaxşı bilirəm və indiyəcən belə hesab eləmişəm ki, burada bir çox vacib məsələlər var ki, onları müzakirə eləmək lazımdır ki, heç olmasa xalq da bilsin ki, biz nə istəyirik, nə dönürsə bura yenilmişir, nə dönürsə bu qədər dalaqa-vac edirik. Bax, ona görə də gündəliyə bu təşrifləri edirəm. Neft müqavilələrinin ləğvi və ya yenidən baxılması məsələsini burada müzakirə edək, o barədə qərar qəbul edək. Qısa mahiyyəti bundan ötəri budur ki, Azərbaycan neftinin 90%-i çapıb tallanır, aparılır. Kim aparır, necə aparır, nə edir? Burada hər kəs sözün varsa desin. Məqsəd bu hamıya məlum olan məsələdir. Amma burada qərar qəbul olunsun, hamı bilsin ki, İctimai Palata bu məsələni müzakirə edir. İkinci, jet məsələsi. Bizim Azərbaycan dövlətinin yeri saxtalaşdırılır. O üzərində ki, Allah sözü yazılıb ha. Bu Demokratik Respublika ki yaranmış da, onun gerbi deyil. O gerbdə Allah sözü olmuyor. Gəlin onu qaytaraq. Biz o dövlətin varisi isə bunu qaytaraq öz həddinə. Bax, mahiyyəti, qısa mahiyyəti budur. Müzakirələr hər kəsə sözsüz yəni. Demişsiniz demokrasiya, demokratik qaytaraqını müzakirə edək. Bir zaman bir rəssam kefi çəkib doğra bir Allah söz yazır, yer saxtalaşdırır. Bax, budur. Belə bir millət, belə bir xalq yoxdur. Azərbaycanda yaşayan ya türkdür, ya talışdır, ya ləzgidir, ya kürtdür, ya bilən durmuşdur. Hər kəsin öz adı olmalıdır. Kimliyə də, pasporta da, hər yana bu millətin hər kəsin öz adı yazılsın. Bu,
millətin, bu xalqın evini yıxmaqdır. Mən sizə əmin edirəm, Qarabağ torpağının alınması təkcə bu söz qədər bu ölkəyə zərər vurmur. İsa bəy əleyhinizdir. Təşəkkür edirəm. Birinci məsələnin müzakirəsinə keçirik. Bilirsiniz ki, ictimai... Elman bəy, bu vurğulandı ki, sizin təklif etdiyiniz məsələlərin hər biri ictimai siyasi vəziyyət məsələsi içərisində müzakirə çıxarıla bilər. Kim bizimlə bilər? Kim? Elman bəy. Kim Elman bəyin verdiyi təkliflərin bugün müzakirə çıxarılmasının tərəfdarlığı xahiş edən səs verir? Ya gəlin elan eləyək ki, demokratiya adında bir şey tanımırız. Bir tərəf qalan. Təşəkkür edirəm. Demokratiyadan danışmayın. Təşəkkür edirəm. Elman bəy, xahiş edən imkan verin bunlara saraq. Ədalət bəy, bir replika üçün bir dəqiqə söz olar. Hörmətli xanımlar və bəylər, əlbəttə ki, İctimai Palata Azərbaycanın demokratik qüvvələrinin əsas toparlanma mərkəzi kimi demokratiya uğrunda mübarizə aparır və demokratik dəyərlərə, prosedurlara tam sadiqdir. Amma incə baş verən hadisə mənim yadıma 89-91-ci illərdəki dövrü yada saldı. O zaman Azərbaycan Xalq Cəbhəsi xalq hərəkatını təşkil edirdi, bu hərəkata rəhbərlik edirdi, hərəkatın ən önəmli siyasi qərarlarını müzakirə edirdi və qəbul edirdi. Və həmin mərhələdə də ayrı-ayrı dostlarımız Xalq Cəbhəsinin məclislərinə, başqa toplantılarına qatılanda, təbii ki, demokratiya əsaslanaraq Xalq Cəbhəsinin üzvü olduğunu bildirərək ən müxtəlif təkliflər sürürdülər. Bəzən səmimi şəkildə düşündükləri, onların özlərinin mühüm hesab elədikləri mövzuları gündəmə gətirirdilər. Bəzənsə hansısa mərkəzlərin sifarişlərini Xalq Cəbhəsinin vasitəsilə səsləndirmək istəyirdilər. Bilirdilər ki, Xalq Cəbhəsi ciddi təşkilatdır və nəyin nə zaman müzakirə olunacağını bilir. Ancaq eyni zamanda onu da bilirdilər ki, Xalq Cəbhəsinin tədbirlərinə çox böyük diqqət var. Ölkə daxilində də, beynəlxalq birlikdə də və Xalq Cəbhəsinin rəhbərində müzakirə edilən hər bir məsələ orada qərar qəbul olunmadı, mediada səslənildi, dünya yayılırdı. Xalq Cəbhəsi filan məsələni müzakirə edildi. İndi görünür hansısa ya Elman bəyin özünün, ya da hansısa mərkəzin marağındadır ki, mətbuatda belə bir məlumat da geçsin ki, İctimai Palatada neft kontraktlarının ləğvi məsələsi müzakirə olunurdu. Və yaxud da ki, bugün ölkədə bu qədər problemlər olduğu halda İctimai Palata təzədən çoxdan həll olmuş məsələlərin, gerbin, himnin, nə bilim, dil məsələsi, bunlar hamısı aydın məsələlərdir və fərqli fikirlər ola bilər, ancaq güya ki, bunların müzakirəsinə yenidən başlayır. Biz bu cür məsələlərdən narahat olmamalıyıq. Demokratik prosedurlar var, səsə qoyuldu, əksəriyyət indiki mənbədə bugün bunun müzakirəsinə ehtiyac duymadığını bildirdim və nöqtə qoyuldu. Ancaq məsələnin mahiyyətini mən çatdırmağa lazım bildim və nəyə görə birdən-birə belə söhbətlər ortalığa çıxır. Eyni zamanda bunu mən çox yaxşı bir əlamət hesab edirəm. Çünki bu cür hadisələr Xalq Cəbhəsində, o veteranların yadındadır, o zaman baş verirdi ki, Xalq Cəbhəsi hakimiyyətin bir addımlığında olurdu. Ölkədə rejimin dəyişməsi, hakimiyyətin dəyişməsi açıq ayda görülürdü. Hakimiyyət görürdü ki, Xalq Cəbhəsi xalqla bir yerdə vəziyyət dəyişmək ərəfəsindədir. O zaman cəbhənin diqqətini yayındırmaq istəyirdilər, hansısa məsələlərə yönəltmək istəyirdilər. İndi elə bir yüngülvari cəhdi oldu, dostumuzdur, köhnə veteranımızdır, canı sağ olsun. Amma biz yolumuza davam edib, xalqın gözlədiyi və hakimiyyətin qorxduğu o reallığı inşallah həyata keçirəcəyik. Gündəlikdə duran birinci məsələnin müzakirəsinə keçməzdən əvvəl Ancaq bu Azərbaycan xalqına işləmir. Heç vaxt başqa cür olmayacaq da. Mənim dostlarıma daş atırsınız. Amma Rafiq Cəlilov buradadır. Sizin postanınız haradadır? O postanın ünvanını bir bildirin. 20 dəqiqə deyil. Rafiq
tam zamanında çağrılmış bir müşavirə idi. Müşavirədə son vaxtlar ən çox rayon təşkilatımızın iştirak etdiyi bir tədbir kimi geçdi müşavirəmiz. Konkret məqsədimiz rayon təşkilatlarına, şəhər təşkilatlarına tövsiyələrimizi verməkdir, tapşırıqlarımızı verməkdir. Müsavat Partiyası səngərdən çıxmalıdır. Artıq müdafiə dönəminə son qoyulmalıdır. Artıq hücum dönəmi başlanmalıdır. Ən yaxşı müdafiə hücumdur. Hər şeyin öz zamanı var və təxminən biz 98-2005 müddətində bir yüksəliş dönəmi yaşadıq. O dönəmdə Müsavat ən görkəmli uğurlarını qazandı. Söhbətlərdə. Çünki o seçkilərdə hakimiyyət də deyəsən hələ biraz xam idi, saxtalaşdırma işində də təkmilləşməmişdi. Onlar qarşısını ala bilmədilər ki, Müsavat sadəcə ikinci yer tutmadı rəsmi səslərin sayına görə. Arif bəyin düzgün dediyi kimi, hakimiyyət saxtalaşdırma yolu ilə birinci yeri yapa verir, amma həqiqi səslərdə birinci yer Müsavatda olur, saxta rəsmi rəqəmlərdə isə ikinci yer Müsavatda olur. Həmin bələdiyyə seçkilərdə də Müsavat ikinci yeri tutmuşdur rəsmi rəqəmlərlə. 1500-ə qədər bələdiyyədə nümayəndəmiz var idi. Bir çox bələdiyyələr tam şəkildə Müsavatın nəzarətində idi, kəndlərdə, qəsəbələrdə. Və sonra 2000-ci il parlament seçkilərindəki parlaq qələbə, 2003-cü ildə açıq-aydın görünən prezident seçkilərindəki qələbəmiz və 2005-ci ildə elə bil ki, o dalğada çox ciddi bir uğurumuz ki, o cür ağır şəraitdə seçkilərdə yenidən əslində qalsa azadlıq bloku olaraq Müsavat Partiyası mütəqqibərinə bir yerdə qalib gəlmişdi və bu rejimdən bacarmaq mümkün deyil. Bu fikir cəmiyyətdə hakim olmağa başladı və ona görə də mənə gəlir ki, 2005-dən 2011-ə qədərki dövrü müdafiə dönəmi adlandırmaq olar. Və 2011-12-də də biz İctimai Palat artıq fəaliyyətə başladı və bir çox işlər görüldü. İndi mənə gəlir ki, artıq müdafiədən çıxıb hücuma keçmək dönəmi başlayır. Bugünkü müşavirənin də həmin mərhələnin ilk günü kimi biz qiymətləndirdik. Bunu demək üçün bizim tam əsasımız var. Bugün burada çıxışlarda çatışmayan cəhətlər də deyildi, nöqsanlarımız da deyildi, tənqid etdik bir-birimizi, özümüzü də tənqid etdik. Ancaq bütövlükdə bugün burada edilən çıxışlardan mən gəldiyim qənaət oldu ki, bunu deməyə bizim əsasımız var. Ölkədəki vəziyyət də bunu diktə edir, dünyadakı vəziyyət də bunu diktə edir və biz də ona görə arxayınlıqla bu sözü deyirik. Hücuma keçmək deyəndə söhbət hansısa davadan, şavadan getmir. Biz hər zaman olduğu kimi yenə də qanun çərçivəsində, konstitusiya çərçivəsində, demokratik qaydalara uyğun şəkildə mübarizədən söhbət edirik. Amma bu mübarizədə də müdafiə dönəmi və hücum dönəmi var. O mənada mən deyirəm, hücum dönəmi başlanmalıdır. Bu özünü hər yerdə göstərməlidir. Bizim qəbul etdiyimiz qərarlarda, keçirdiyimiz tədbirlərdə, bütün real və virtual məkanlarda, platformalarda, say üstünlüyümüzdə, eyni zamanda təbliğatımızda, insanlarla, cəmiyyətlə, xalqın müxtəlif cümlələrlə söhbətlərimizdə müdafiə olunmaq lazım deyil. Yəni, ən sevimli sözləri budur ki, 92-ci ildə gəlmişdiniz, gördük də, küçələrə çıxmaq olmurdu. Bunun cavabını dəfələrlə verilmişsiniz, daha konkret verilməlidir ki, baxın, görün, Əliyev rejiminin istənilən ilində Bakıda, rayonlarda, rayon mərkəzlərində öldürülən, qətlə yetirilən, qarət edilən nə qədər insanlarımız var? Təhqir olunan, alçalınan nə qədər insanlar var? Üstü açılmayan nə qədər cinayətlər var? Əliyev dönəminin hansı bir ili var ki, həmin ildə bu tipli cinayətlər 92-də yaxud 93-dəki hadisələrdən az olsun? Yox belə bir. Qanlı bir dönəm tarixidir Əliyev rejiminin Azərbaycandakı tarixidir. Deyirlər ki, əhalinin həyat səviyyəsi pis idi, yaxşı yaşamırdılar. Soruşun ki, bəs bu cəmaat xalq haradadır? Niyə milyonlarla insan iş dalınca, şöhrət dalınca Rusiyaya gedir, başqa ölkələrə gedir? Niyə bu insanlar öz dolanışıqlarını, həyatlarını qurmaq imkanlarını ölkəmizdə yox?
Avropada, başqa ölkələrdə axtarırlar. Söhbət Azərbaycan xalqından gedir. Elə bir xalqdan ki, öz torpağına, öz vətəninə həddindən artıq bağlıdır və məcbur olmasa heç kim öz torpağını tərk eləmək istəmir. Deyirlər ki, Elçi bəyi siz də hərləmisiniz, müxalifət də hərləyib, müdafiə olunmaq lazım deyil. Onları əsaslandırmaya ehtiyac yoxdur ki, Elçi bəyin xəstəliyi hər kəsə məlum idi. Elçi bəy Türkiyənin ən güclü xəstəxanalarında müayinə olunub, onun zəhərlənməsi vaxtı olsaydı onun hamillər. Bu, bəlli məsələlərdir. Hücuma keçmək lazımdır ki, Elçi bəyi siz öldürürsünüz. Sizin hakimiyyəti öldürür, sizin rejimi öldürür. Siz bu insanın halal hakimiyyətini xalqın səsi ilə gəldiyi prezident kürsünü zoraki üsulla, silahla onun əlindən almışsınız. Onu 4 il çətin şəraitdə dağ kəndində yaşamağa məhkum eləmişsiniz. Heç bir imkan saxlamamışsınız onun, heç olmasa keçmiş prezident kimi hörmətlə yaşamasına. Onun müayinə olmasına imkan verməmişsiniz, diaqnoz qoyulmasına imkan verməmişsiniz, vaxtında müalicə olmasına imkan verməmişsiniz. Siz onun qatili. Deyirlər ki, müxalifət vahid namizəd müəyyənləşdirə bilmir, üstlərinə hücuma keçmək lazımdır ki, sizin vahid namizədir üstünlüyü. Seçkiyə bir ildən biraz çox vaxt qalıb, İlham Əliyev bugünə qədər də cəsarət edib, deyə bilmir ki, mən seçkilərdə iştirak edəcəm. Mən bunu bir neçə əvvəl dedim, fikir verilirsə, müxtəlif hakimiyyət yandaşları, müxtəlif onların məddahlar hərəsi bir tərəfdən başladı ki, yox, İlham Əliyev bizim namizədimizdir. Sonra da yaxın rəhbərləri bəyanat verməyə başladılar ki, yaxın namizədi İlham Əliyevdir. Ancaq üstündən 3 ay keçib mənim o söz deməyimdən. İlham Əliyevin sözü hardadır. Niyə deyə bilmir ki, mən namizədliyimi verəcəyim? Çünki əmin deyil verə biləcəyim o namizədliyi. Başa düşür ki, onun namizədliyini verəcəyi halda ona elə problemlər yarana bilər ki, o problemlərin altına heç cür qalxa bilməz. Və əvvəlki planlarında hakimiyyəti ailə daxilində saxlamaq üçün ehtiyat variant kimi, B variant kimi qanunun məsələsi var idi. Onu da deyə bilmirlər. Çünki plan daxilində, hakimiyyət daxilində çox ciddi ziddiyyətlər var. Heç öyle qəbul edə bilmirlər ki, hakimiyyət hətta müvəqqəti, hətta müəyyən simvolik formada da olsa, Əliyevlərdən Paşayevlərə keçsin. Deyirlər, yox, əgər İlham Əliyev özü getmirsə namizədliyi biz olacaq, başqa adam olsun, onlar olmasın. Yəni, daxillərində elə bir ziddiyyət var, elə bir qarşılırma var ki, namizədlərini bəlli edə bilmirlər. Hələ mübarizə davam edir, diskusiyalar davam edir. Dünyadan razılıq almasıdırlar özlərinin müəyyən planlarını. Ona görə onlar bu vahid namizəd söhbətini ortalığa atan kimi, müxalifətlə bağlı suallar ortaya qoyan kimi, o vaxt müdafiəyə keçmək lazım deyil, onlara izahat vermək lazım deyil, onlardan özünə bəraət istəmək lazım deyil, hücuma keçmək lazım. Sənin vahid namizədin lazım. Və qalan bütün mövzularda da belə. Bu hakimiyyətin hansı bir salamat tərəfi var, hansı bir düzəməlli tərəfi var ki, biz onlarla diskusiyadan, debatdan hansısa bir şəkildə narahat olaq. Nə deyirlərsə, 10 qat onların cavabı var və bu cavab verilməlidir. Və bunu hamımız verməliyik, hər birimiz verməliyik bu cavabı. Mübarizədə biz 1 nəfər olanda bizi öldürə bilərlər, 100 nəfər olanda döyə bilərlər, 1000 nəfər olanda tuta bilərlər. Amma 100 minlər ortaya çıxan da, sözlü deyən də heç nə edə bilməzdir. Və bu təbliğat içində də özünü göstərməlidir. İstənilən məkanda siz təcrübəli insanlarsınız, əksəriyyətiniz neçə illərin veteranlarısınız. İstənilən məkanda xeyir məclisi olsun, şər məclisi olsun, evlərimizdə, iş yeri olsun, qonşuların məclisi olsun. Bir söhbət düşəndə görürsən ki, cavab verməyəndə elə bir mənasız bir söhbət atırlar ocalığa, başlar ucundan ucuzuna getməyə. Amma bir dənə ciddi mövzu ortaya qoyan kimi, ya sənin həqiqəti deməyi qəbul etməli olurlar, ya da susub sakitləşməyə məcbur olurlar. Avtobusda da belədir, xeyirşər məclisində də belədir, hər yerdə belədir. O həqiqəti deməklə biz çəkinməməliyik. Yalan danışanları, söhbətdən yayınanları susturmağa bacarmalıyıq. Məsuliyyəti hansısa JEK müdürünün, hansısa nazir müavinin üzərinə qoyub mövzunu yekunlaşdırmağa çalışanların cavabı verməliyik ki, bu adamları kim təyin edir? Bunun məsuliyyəti rejim üzərində deyilmi? İlham Əliyev təyin edəməyibmi? Və bu rejimi bütövdə Heydər Əliyev yaratmayıb? Bu ailənin məsuliyyət daşımırmı bu vəziyyətə görə? Bunları demək lazımdır, cəsarətlə demək lazımdır və nə qədər çox biz bu sözü cəsarətlə desək, bir o qədər özümüzün də təhlükəsizliyimiz təmin olunur, açıq desək. Xatırladıram sizə, bir 2-3 il əvvəl İlham Əliyevin adını çəkmək olmurdu. İlham Əliyevin adını çəkən jurnalistləri həbs edirdilər. Mən hər toplantıda, hər
dəyil masada mövzu nədən olur olsun, istəyir geopolitik mövzu olsun, istəyir təsərrüfat mövzusu olsun, istəyir müxalifət daxili mövzu olsun, mütləq imkan tapıb İlham Əliyevin cinayətkar olduğunu deyil, bu rejimin cinayətkar olduğunu deyil. Ki, o insanların qorxusu canından çıxsın, insanlar görsünlər ki, bunu demək olur və lazımdır. Qəzetlər onu çap eləmirdilər. Mən deyirdim, cinayətkarda qəzetlər ən yaxşı ya üstündən keçirdilər, ya yazırdılar ki, İsaqəmbər hakimiyyət tənqid edir. O cür günlər yaşamışlar. Müsavatda 5-10 nəfər onu deyirdi, 3-4 nəfər jurnalist onu deyirdi, 1-2 nəfər cəhbətçi onu deyirdi. Amma indi görürsünüz, hər yerdə İlham Əliyev haqqında tənqidlər verilir, onun korrupsiya əməllərinə bulaşması tənqid olunur, araşdırmalar aparılır. Bunu Azərbaycan mətbuatında da yazırlar, dünya mətbuatında da yazırlar. Təbii ki, hələ bu azdır, daha çox yazılmalıdır bu həqiqətdən. Ancaq hər halda əvvəlki kimi deyil, 3 il əvvəlki kimi deyil, artıq bu mövzularından tabu qaldırılıbdır və bu danışılır. Eyni qaydada istənilən digər mövzularda da nə qədər çox cəsarətlə, fədakarlıqla həqiqəti bilsək, bir o qədər demək rahat olacaq. Bunlar da alışacaqlar. Alışacaqlar ki, bu həqiqətlər yenidən səslənir, yenidən səsləndirilir və bunu deyən dillər var, bunu yenidən deməyə cəsarət olan insanlar var. Bir məsələdir. Birinci Dünya Savaşından, İkinci Dünya Savaşından, 1960-lardan, 1989-lardan sonra növbəti bir mərhələdir, 2011-dən başlayan. Bu mərhələ də bir neçə il davam edəcək və bu mərhələdə də dünyada azad ölkələrin sayı maksimum artacaq. Avtoritar rejimlərin əksəriyyəti çökəcək, diktatorların əksəriyyəti çökəcək. Ola bilər bir neçə totalitar dövlət hələ ki, özünü qoruyub saxlaya bilsin. O dövlətlər ki, nüvə silahı var və onlarla bacarmaq o qədər asan deyil, ola bilər. Amma qalan bütün ərazilərdə demokratiya bərqərar olacaq. Azərbaycanda da bu olacaq. Və ona görə işimizi daha ciddi, daha arxain şəkildə qurmalıyıq. Amma arxain şəkildə qurmaq, arxain şəkildə gözləmək deyil. Özü də söhbət təkcə 2013-dən getmir. Müşavirənin məhz indi çağırılması, 2012-ci ilin sentyabrın 9-da çağırılması həm də onunla bağlıdır ki, hələ 2012-ci ilin sonunda 3-4 ay zaman var. Heç də məcburi deyil ki, ölkədə həlledici dəyişikliklər, həlledici proseslər 2013-də başlasın. Çox mümkündür ki, 2012-də başlayacaq. Bu, həm də bizdən asılı olacaq. Ona görə də biz sizdən hər zamanki fədakarlığınızı yenə də nümayiş etdirməyi gözləyirik. Hər zamanki cəsarətinizi, hər zamanki enerjinizi, işgüzarlığınızı, insanlarla təmas qura bilmək qabiliyyətinizi yenə sizdən gözləyirik. Fəaliyyətinizdə, mübarizənizdə uğurlar arzulayıram. Tanrı sizi qorusun, Tanrı Azərbaycanınızı qorusun.